10 metrlik nəhəng dalğalar, 110 atmosferlik alov cəhənnəmi və dənizin ortasında tələyə düşmüş 63 insan. 4 dekabr 2015-ci il Xəzər dənizindəki Günəşli yatağının 10-cu özülündə misli görünməmiş fırtına kəsintisiz qaz borusunu qırdı. Alov saniyələr içində göyə yüksəldi. Elektrik kəsildi, rabitə qopdu. Neftçilər dənizdən metrlərlə hündürlükdə asılan xilasedici qayıqlara sığındılar. Amma təbiət amansız idi. Şiddətli dalğa qayıqları saxlayan polad kanatları qırdı və 30 nəfər bir anda dözülməz qaranlıq sulara düşdü. Görüntü sıfır idi. Gəmilər özlə yanaşa bilmirdi. Lakin xilasedicilər öz həyatlarını təhlükəyə ataraq dalğaların arasından 33 neftçini sağ-salamat çıxarmağı bacardılar. O gecə 30 neftçimiz həyatını Xəzərə tapşırdı. Bu faciə Azərbaycan dənizçilik tarixində silinməz iz qoydu. Daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın. Jeffrey Epstein kimdir? Epstein sənədlərində adı çıxan məşhurlar, milyarderlərin gizli həyatı və dəhşətli faktlar barədə videonu indi Cinayət Dosyası YouTube kanalından izləyə bilərsiniz.